və ya sahabələrin, bir qism sahabələrin və ya tabinlərin Əliyə buğz etməsi küfürdür? Təbii ki, yox. Asilikdir təbii ki. Təbii ki, asilikdir. Lakin bir sahabə və ya tabiin asilik edə bilərmi? Bəli, edə bilər. Amma və ən təhlükəlisi odur ki, rafizilər güya ki, bu Qasım Səfərovun da dediyi kimi, yəni sahabələr əgər əlini söyübsə, biz də ona görə sahabələri söyürük. Misal üçün, belə bir fikir gətirməyə çalışır. Onlara görə bunu etmək olar mı? Əlbəttə etmək olmaz. Niyə görə olmaz? Niyə görə olmaz? Ona görə ki, rafizilərin etdiyi, yəni sahabələrə tənələr, bu bir etiqaddır. Bu bir dil sürüşməsi deyil və ya bu bir asilik deyil. Asilik babından deyil, baxın. Sahabələrdən kimsə onu edibsə, bu asilikdir. Və ya tabinlərdən kimsə bunu edibsə, bu asilikdir. Amma rafizilərin etdiyi asilikdir, əlbəttə ki, asilik deyil. Rafizilərin etdiyi küfürdür, elə və dindən çıxarır. Əgər hüccət qalxsa. Əgər adam bilirsə ki, sahabələrə tənə etmək olmaz, haramdır. Quran bunu qadağan edir, sünnət bunu qadağan edir, imamlar bunu qadağan edirlər. Bax, imamlar Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimi ala a'daihim ecma'in. İbn Teymiyyəni müdafiə eləyən, dırnaq arasında özünü İbn Teymiyyə müdafiəçisi hesab eləyən Vəhabi gəldi, bir neçə güya öz aləmində cavablar verməyə çalışdı, mövzudan yayındı, getdi, başqa mövzulara çıxdı. Bizim də bir xasiyyətimiz var, bir mövzu bitməmiş başqa mövzuya getdi, yoxdur. Və dedikləri hamısı da batildir, başqa mövzular haqqındakı danışıb. Dedikləri hamısı boş söhbətlərdir. Hünəri çatmır ki, bu mövzunu bitirək, sahabə İbn Teymiyyə mövzusu bitsin, o bir mövzulara keçək. Etiraf eləmir sahabələrin küfrünü, İbn Teymiyyənin cəhalətini, nadanlığını, dayaz fəhmli olduğunu, ondan sonra yalanları ki, biz göstərmişik, bunları etiraf eləmək istəmir. Başqa mövzulara gedir ki, biz də o mövzulara getmirik. Əvvəl bir mövzu bitsin, sonra o bir mövzuya keçmək olar. Çünki bunlar budaqdan budağa atlanan insanlardılar. Bir mövzuda imkan versin, o mövzuda da yarımsıq qoyub başqa mövzuya keçəcəklər. Və bu İbn Teymiyyə müdafiəçisi cahilin biridir, nadanın biridir, zəlalət əhlidir. Dediklərimizin heç birinə cavab verməyib. Çünki möhkəm, səhih dəlillər öz mənbələrindən qabağını qoymuşuq, səs soraq yoxdur. Baxın, mövzumuza aid olan söhbətinin mövzumuza aid olan hissəsində deyir ki, şiələrin sahabəni söyməsi ilə İbn Teymiyyənin dediyi kimi sahabələrin İmam Əlini əleyhissalam söyməsi arasında fərq var. Gör, bu zəlalət əhli, bu nadan cahil insan fırıldaq gəlir cəmaata. Yəni, nəyə əsasən bu ayrı seçkiliyi eləmirsən? Hansı Quran ayəsinə əsasən, hansı hədisə əsasən? Gör, nə deyir? Gör, bu adam insanları necə ələ salır? İndi elə bilir ki, buna qulaq asanların hamısı Vəhabilər kimidir, başlarını aşağı salıb bu nə deyəcək, hamısı qəbul edəcək. Gör, adam nə deyir? Deyir ki, sahabələr ki, İbn Teymiyyə deyir, əlini söyürdülər, deyir, bu asilikdir. Etiqad etmirdilər, amma asilik edirdilər, günah edirdilər. Halbuki biz göstərdik ki, səhih mənbələrində ki, əlini söyən əleyhissalam Peyğəmbəri söyür. Peyğəmbər özü belə deyib, Ümmü Sələmənin səlamullah aleyhə şəhadətinə əsasən səhih sünni mənbələrini qoydu qabağına. Cavab yoxdur. Yəni, sual atdı, cavabını aldı, o gedən gedib. Və deyir ki, əlini söyən sahabələr asilik etmişlər, amma şiələr sahabəni söyməklə küfr edirlər. İşə bax ki, sahabi də, sən niyə fərq qoyursan ki, sahabilər arasında ki, bu sahabəni söymək küfürdür, bu sahabəni söymək isə nədir? Asilikdir. Ondan sonra daha biabır edir özünü. Deyir ki, çünki şiələr etiqad edirlər sahabəni söyəndə. Amma İbn Teymiyyənin dediyi kimi İmam Əlini əleyhissalam söyən sahabələr ki, etiqad etmirlər. Boş-boş nə danışırsan? Etiqad edirlər nə deməkdir? Nədir sənin məqsədin etiqaddan? Heç dəxli var. Söyüşdür də. İbn Teymiyyənin dediyi sahabələr ki, İmam Əlini əleyhissalam söyürdülər, onlar onu yaxşı insan bilib söymürlər ki. Ya sən deməlisən ki, yaxşı insan bilib söyürdülər, biz deyirik ki, o sahabələrin başı xarab olub. Sən bunu deməzsən. Deyəcəksən, 100% nədir? Pis insan bilib söyürdülər. Biz də, əgər bizdən hansısa birimizdən söyüş görmürsənsə Muaviyyənin haqqında və digərlərinin haqqında, biz də onların pis insan, həmin sözləri layiq insan hesab edib, o sözləri demişik haqlarında. Məsələn, nə? Məsələn, mən deyirəm ki, Muaviyyə məlun bir insan olub. Niyə görə? Çünki sahabələrə əmr edirdi ki, əlini söysünlər. Müslim də gətirib bunu, İbn Teymiyyə də gətirib bunu. Və yaxud Bəği deyirdi, biz ötən bəhsdə qoyduq qabağına dəlil. Ki, deyib, Əlidir bağı, Əmmarı o gətirib, Əlidir zalim, Əliyə zalimlıq nisbət verir. Biz deyirik ki, Muaviyyə məlunun biri olub, Əhl-i Beytə zülm nisbət verib, Əhl-i Beyti bağı hesab edib.
Düzdürmü? Deməli bu insanı belə bir insan hesab edirik. Dəlilimiz də sizin mənbənizdən, etiqadımız da budur ki, bu adam bu cür insandır. Və yaxud İmam Əli əleyhissalam Müslimdən dəlil qoydum bu Vəhabinin qabağına, o qaçan qaçdı. Ömər özü etiraf edir ki, sən Əli və Abbas, Əbu Bəkir və məni yalancı, xain, fasıq, günahkar hesab etdiniz. Deməli, o cür hesab eləyib o insanlara, Əbu Bəkir, Öməri, etiqad edib ki, bu insanlar bu cür olublar da. Və salam, bizimlə imamın dediyi arasında nə fərq var ki? Özündən qaydalar uydurublar. Nə bilim, etiqad etsə bu cürdür. Deyir ki, hüccət qalxsa, yəni Quran hədisdə bir nəfər etiqad eləsə ki, səhabəni söymək olmaz, Allah səhabələrdən razı tərifləyib, bu halda söymək küfürdür. Həmin məsələni o səhabələr bilirdilər, yoxsa yox, əlini söyən səhabələr bilirdilər də, düzdür. Sən onların ağıl deyilsən ki, sənə çatdı, bu hüccət onlara çatmadı, bilirdilər. Bildikləri halda əlini söyürdülər. Deməli küfürdür də. Sənin indi fırlatmağınla, 100 cür tozih eləməklə deyir ki, sən öz vəhabiləri və balaca vəhabiləri alada bilərsən. Sən kimi axmaq yerinə qoymusan ki, yox, bizə hüccət çatır, biz Quran, hədis tərif edib səhabələri, biz söysək küfürdür. Həmin Quran, hədis əlini də tərif edib də. Niyə əlini söyən səhabələri haqqında demirsiniz ki, küfür ediblər? Ona görə də batil əqidədədirlər, yəni nadandırlar, cahildirlər və yaxud da saxtakardırlar, bildikləri halda bütün bunları gizlədib və cəmaata nağıl danışıblar. Nəticə budur ki, heç bir dediklərimizə cavab verməyib, boş-boş başqa mövzulara gedir ki, biz də həmin mövzulara gedən deyilik. Ta bir mövzu bitməsə, etiraf eləməsən ki, bu əqidəviz batildir, səhabələrin haqqında bu hökmü icra eləməsən, İbn Teymiyyənin yalancı, başa düşməyən, məsələləri fırladan bir insan olduğunu sən etiraf etməsən, başqa söhbətlərə getdi yoxdur. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.